Bugün Yeni Üfüq, Mənəvi İrsin Təbliği İctimai Birliyi, dini qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Milli Adət-ənənələrimiz və Müasirlik adlı növbəti tədbirini Sumqayıt şəhərində keçirir. Birlikdən Yeni Üfüq Orqa verilən məlumata görə, tədbirdə çıxış edən təşkilatın sədri Sevinç xanım Əzimbəyli bildirib ki, Azərbaycan xalqının milli kimliyinin formalaşmasında onun milli adət və ənənələrinin, inanc dəyərlərinin müstəsna xidmətləri var. Qarabağ Seyid Ocaqlarının rəhbəri Şərqşünas Seyid Camal Əzimbəyli isə qeyd edib ki, qarşıdan dünya Azərbaycanlılarının həmrəylik günü gəlir. Azərbaycan xalqı hər zaman öz adət-ənənələrini qoruyub, saxlayıb və bayram günlərində birliyini, həmrəyliyini nümayiş etdirib. Amma tarix boyu bu birliyə zərbə vurmağa, nifaq salmağa çalışanlar olub. Mən dəfələrlə demişəm, televiziyada da demişəm, mətbuatda da demişəm ki, çox şükür Azərbaycan xalqının bugün şansına ki, Azərbaycanda milli və mənəvi dəyərlərimizin, mədəni hissimizin həqiqi təsbkeşi Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevdir. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti İctimai Siyasi Şöbəsinin müdürü Seyfəddin Rəhimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron Sumqayıt Regional Şöbəsinin müdürü Azər Abbasov, Yeni Üfüq, Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədr müavini xanım Qasımova və digərləri mövzu ilə əlaqədar fikirlərini bildirib. 30 dekabr 2014-cü il Sumqayıt şəhəri. Elvin Süleymanov, Yeni Üfüq TV.